Rasim Balayev gör nə günə qalıb ki, Estağfurullah. gedib kalbasa reklamına gedib. Reklamdır da bu. Yaxşı, onu Rasim Balayev neçə ildir çəkilmir. Kameradan ötəri darıxıb. Bu insan əvvəl axı refrə çıxmalı ya, kameranın qabağına çıxmalı ya, yox. Bu yaxşı, ona da çəkilməyib. Bu bir dənə bədbaxt aparıcı var, o bilmirəm kimdir. Deyir Rasim Balayev ölüb o şeydə. Yoxdur Rasim Balayev, yox. Bədbaxt oğlu, kino var ki, mən onda çəkiləyim. Əgər senari olmasa, Rasim Balayev nətər olsun? Bu, kollektiv bir sənətdir. Əgər orada yaxşı bir senarist, yaxşı bir rejissor olmasa, nəyə çəkilməli? Bu, həyasızcasına mənə deyir ki, o ölüb də. Denən ki, yaxşı kino olsa, Rasim Balayev da çəkilər. Əgər məni belə, o deyir, ölüb, mənə öldürür orada. Onsuz da mən öləcəm, sən də öləcəksən, ay bədbaxt. Allah gecəni eləsin. Amma, belə bilirsən də tədir, düşük çıxıb orada danışmaq, bax beləncə ona görə də